Salam dəyərli izləyicilər, sualımızda qeyd edirik ki, uyğunsuzluğu müəyyən edin. Təbrizə daxil olan birinci çəlim geri çəkilərkən bir neçə min Təbrizi sənətkarı özündən İstanbula apardı. Doğrudur. Bizə isə yanlış istədiyinə görə biz bunu doğru götürə bilmərik. Süleymanın Azərbaycana yürüyüşü başladı. Təhmasibin əmri ölkənin şərq hissələri boyunca əhali köçürüldü. Surları torpaqla dolduruldu. Otlaqlar yandırıldı. Bəli, bu yanılmış torpaq taktikasıdır. Bu da doğrudur. Yanlış götürəcəyik. 16-cı əsrin ortalarında Şəki hakiminin müstəqilliyinə son qoyan Səfəvilər Vahid Azərbaycan dövlətinin yaradılması prosesini başa çatdırdı. Doğru cavabımız C variantında. Amasya sülhündən sonra birinci Təhmasib, daha doğrusu bu doğru cavab olduğuna görə yenə də yanlışdır, çünki yanlış cavab istəyir. Buna görə götürməyəcəyik. Amasya sülhündən sonra birinci Təhmasib paytaxtı Qəzvin şəhərinə köçürdü. Doğrudur. Bu da yanlış hesab edəcəyik. Kəmaləddin Behzadı Təbrizdə Saray Kitabxanasının rəisi təyin etmişdi. Uyğunsuzluğu müəyyən edin. 16-cı əsrin ortalarında Şəki hakiminin müstəqilliyinə son qoymaqla Vahid Azərbaycan dövlətinin yaradılması prosesi başa çatdırıldı. Amasya sülhündən sonra Təhmasib paytaxtı Qəzvin şəhərinə köçürdü. Birinci səlim bir neçə bu A variantında baxırıq doğrudur. B variantında baxırıq, ölkənin şərq sərhədləri boyunca əhali köçürdü, suqalar dolduruldu, doğrudur. 16-cı Şəki hakimi müstəqillik soyulma Vahid Azərbaycan dövlətinin yaranması prosesi başa çatdırıldı, doğrudur. Amasya sülhündən sonra birinci Təhmasib paytaxtı Qəzvin şəhərinə köçürdü. 1555-ci ildə olub. Kəmaləddin Behzadı Təbriz Saray Kitabxanasının rəisi təyin etmişdi. Bu da doğrudur. Deməli, bunlar yanlışdır. Bir də yanlış cavabımız yəqin ki, D variantındadır. Sualın doğru cavabı olur D variantı.